İnsanın qəlbi pis əməllərlə örtülürsə, o peyğəmbərdə belə zülm görür. Mən arif adamları deyirəm. Yəni insan özünü çox kirləndirməyibsə, başa düşür ki, Quran böyük bir hikmət kitabıdır. Heç zarafat eləmir. Onun sadəliyi ilə, ona bəsit görünən hissələri ilə başa düşür ki, bu hədsiz dərəcədə dərin bir kitabda hər səhifəsində deyir, siz bunun kimi birisini yaza bilməzsiniz. Gətirin deyir, yığın. İndi ChatGPT zadı yığın, görün, nə bilirsiniz? Bu o qədər dərinlikdən gələn bir bilikdir ki, qəlbinizi çox kirləndirməsəz və çoxlu xeyir işlər görsəz, siz o hikmət perspektivini görməyə başlayarsınız orada.